Laqandan qaz sifariş vermişdik, gəlib. İndi onun kebabını bişiririk. Qaz ətinin kebabı çox ləzzətli olur. Xüsusilə də Beyləqan qazının. Milçəklər imkan versə. Kartuşka həmişəki kimi gec bişir. Kebablar pişdi. İndi kartuşkanı götürürəm. Əgər düşünürsünüzsə qaz ətindən olan kebab daş kimi alınar, yumuşaq alınmaz, ləzzətli olmaz. Qəti yanlış fikirdəsiniz. Qaz ətinin kebabı çox yumuşaq və ləzzətli olur. Mən deyərdim hinduşka kebabından da ləzzətli və yumuşaqdır qaz ətinin kebabı. Mütləq bir dəfə də olsa qaz ətindən kebab hazırlayıb, əgər sınamamışsınızsa dadına baxın, dadını çox bəyənəcəksiniz. Və ən əsas məqam da onu paylaşım ki, qaz ətindən kebab hazırladıqda çalışın körpə qaz əti olsun, onun dadı daha ləzzətli və yumuşaq olur. Kiloqramı da 2 kilo, 3 kilodan artıq olmasın. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.